Salam uşaqlar, belə bir Python sualına baxırıq. A bərabərdir 34 milyon 576 min 721, B bərabərdir string A. Bilirsiniz ki, string funksiyası ədəd tipində olan dəyişəni sətir tipinə çevirir. Çünki string sətir deməkdir. Və burada olan A-nın qiyməti B-yə sətir olaraq mənimsədilir. Yəni 34 milyon 576 min 721 artıq burada sətir tipində olur. Və bundan sonra if operatoru gəlir. If len B. Len funksiyası bilirsiniz ki, sətir tipində olan bu B dəyişəninin simvolların sayını tapır. Len ümumiyyətlə sayını tapmaqla məşğuldur. Excel'də də var bu. Burada neçə dənə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Deməli, len B-nin nəticəsi olacaq 8. İndi deyir ki, len B mod 2. Mod 2 də o deməkdir ki, qalığı qaytarır. Yəni mod 2 bölünmədən alınan qalığı, 2-yə bölünmədən alınan qalığı qaytaracaq bizə. Deməli, bərabərdir 0-dırsa. 8 len B 8-dir. 8-i 2-yə böləndə həqiqətən də qalıq 0-a bərabərdir. 0-a bərabərsə giririk ifin daxilinə. Ifin daxilinə girirsə bu else hissəsini silirəm. Bura girməyəcək. Deməli, ifin daxilində belə bir hesablama var. C bərabərdir. B kvadrat mötərizə. Diqqətli olmaq lazımdır. Burada len B tam bölmə çıxılsın 2, çıxılsın 1. Len B 8 idi. Onun 2-yə bölünməsindən alınan tam hissə, yəni buna tamam qisməti qaytarır da, belə deyək bu bölmə. Yəni, deyək ki, 4 tam ondan neçə düşsə 4'ü çıxaracaq ekrana. İndi 8-in 2-yə bölünməsindən alınan ədəd onsuz da tam ədəddir, 4 düşür. Və çıxılsın 1 də 4-dən 1 çıxanda 3. Yəni, bu alına C bərabərdir B kvadrat mötərizə 3. İndi bu nə deməkdir, uşaqlar? Bu, sətir tipində olan B dəyişəninə indekslər vasitəsilə müraciət eləmək deməkdir. Ümumiyyətlə, biz bilirik ki, dəyişənlərə, yəni string tipində olan dəyişənlərə indekslər vasitəsilə müraciət eləyə bilərik. İndi C dəyişəni B sətrinin 3-cü indeksinin qiymətini alır. 3-cü indeks bilirsiniz ki, indeksləmə də 0-dan başlayır. Bax, B dəyişəni budur. B dəyişəni ayrıca yazıram. 3, 4, 5, 7, 6, 7, 2, 1. Bu B dəyişəninin qiymətidir. Və bu indeksləmə bilirsiniz ki, 0-dan başlayır. Yəni, bax, başının üstünə yazıram. 0, 1, 2, 3, 4, 5, 6, 7. Üçüncü indeks hansı olur? Baxın, 3-ün altına nə düşür? 7. Deməli, C dəyişəninin qiyməti 7 olur, amma string tipində. İndi aşağıda bir dənə də hesabat var. K bərabərdir. Integer C. Artıq integer C bu string tipində olan 7-ni ədəd tipinə çevirir. Olur ədəd rəqəm olan 7, yəni ədəd olan 7. Vurulsun 2. 7-ni 2-yə vuranda 14. Print K 14'ü çıxaracaq ekrana. Mən bunu hazır şəkildə kodunu yazmışam və saxlamışam burada. Və run eləyirik. Gördüyünüz kimi nəticə 14'ü, yəni 14 nəticəsini ekrana çıxartdım. Sağ olun, ümidvaram aydın oldu.